Belə bir sual soruşulsa ki, müəllimə, şagirdlərdə əməkdaşlıq bacarığını necə formalaşdırırsınız? Şagirdlərdə əməkdaşlıq bacarığını formalaşdırmaq üçün əvvəlcə onları qrup işlərinə dəvət edərəm. Cütlərlə iş, kollektiv iş, qruplarla iş fəaliyyətinə cəlb eləyərəm, layihə işinə cəlb eləyərəm və sonda şagirdlərdə əməkdaşlıq, ünsiyyət, deməli, bir-birini dinləmə bacarıqlarının formalaşmasına nail olaram. Və əsasən də müəllimə orada düz deyirsiniz, vurğulayın ki, əməkdaşlıq zamanı birgə fəaliyyət, komanda işi, layihə işi, rollu oyunlar təşkil edərək şagirdləri əməkdaşlığa cəlb edərəm və orada vurğulayaram ki, uşaqlar, bu fəaliyyətdə sizin əməkdaşlıq bacarığınız da qiymətləndiriləcək. Siz onu onlara ki, bax, əməkdaşlığa görə də qiymətləndiriləcəksiniz ha, uşaqlar. O zaman onlar sıx şəkildə əməkdaşlıq etməyə çalışacaqlar ki, bizim bu bacarığımıza görə də qiymətləndirmə aparacaq müəllim. Yaxşı, dərs prosesində şagirdin öyrənməsini necə təşkil edirsiniz müəllimə? Dərs prosesində şagirdin öyrənməsinə daha çox onun marağına, həvəsinə, istəyinə görə fəaliyyətlərə cəlb eləyərəm. Və əlavə eləyə bilərsiniz ki, müəllimə, şagirdlərin öyrənməsini təşkil etmək üçün müxtəlif əyani resurslar gətirərəm sinifə, həyatdan nümunələr göstərərəm, sadə, qısa, lakonik izahlar, inteqrasiyalar, məsələn, fənüstü inteqrasiyadan istifadə edərək şagirdlərin öyrənməsini təmin etmiş oluram. Və bunları belə deyə bilərsiniz müəllimə. Şagird uzun müddətdir ki, dərsə gəlmir. Nə edərsiniz? Şagird uzun müddət dərsə gəlmir, mən çox da gözləmərəm. Əgər bir gündür belə dərsə gəlmirsə, tez sinif rəhbəri olaraq valideyninə zəng edərəm. Əgər sinifdə dərs deyirəmsə, sinif rəhbəri deyiləmsə, sinif rəhbərini məlumatlandıraram, eyni zamanda valideyni məlumatlandıraram və valideyni başa salaram ki, şagirdin bir gün belə dərsdən qalması onun akademik nailiyyətinin inkişafına mənfi təsir göstərir. Ona görə də valideynlə, sinif rəhbəri ilə özüm şagirdin dərsdən qalmasının, dərsə davamiyyətinin zəif olmasının qarşısını alaram əməkdaşlıq etməklə. Doğru müəllimə.